Salam əziz və hörmətli dostlar. Xoş gördük. Salam aleyküm, salam əziz və hörmətli dostlar. Xoş gördük. Hakan bəy, Rıza bəy, xoş gördük. Umarım ki, saz da hamımızın. Hər kəs indi baxır, yoxsa gələcəkdə baxacaqdır. Hamıza salam ərz edirəm. Saygılarımı, hörmətlərimi sunuram xidmətlərinizə. Sevinirəm ki, yenə də eləyə bildik ki, bugün canlı yayın qoyaq və gələk burada. Biraz siyasət danışaq, biraz düşüncə danışaq, biraz haqq nədir onu danışaq və beləliklə görək ki, nə olacaq. İcazənizlə dostlar, mən istəyirəm ki, yoldaşları çağıram, sizlərdən də xahiş edirəm, sizlər də o ox kimi ki var aşağıdan göndərirsiniz, onu vurasınız və hərə eləyə bilir bir 100 nəfər zət çağırsın. Xahiş eləsəm çağıraq. Bu bəhslər nə qədər geniş olsa düşüncə bəhsləri o qədər biz daha rahatlar hərəkət eləyəcəyik. Yəni millətimiz rahatlar hərəkət eləyir. Çünki hər nə qədər düşüncələri tanısaq və hər nə qədər tanıdıqca da nəqd imkanımız zorlanır. Çünki biz nəqdi o zaman başarırıq ki, ya nəqdi o zaman müvəffəq olar ki, biz bir çox fikirlərdən, düşüncələrdən xəbərimiz ola bilək ki, alternativlər nədir? Ondan sonra salaq çıxaq ki, bunların hansısı yaxçı nəticə verər? Pis yaxçı danışa bilmərik, amma yaxçı nəticə verər, ya bizim dərdimizə dəyər deyə düşünməmizə gərər. Ondan sonra da nəqd elərik, deyərik ki, həm filan kəs belə deyir, bəhman kəs belə deyir, mənim ya toplumumun bu faydasına xeyri olar və buna olar ya olmaz. Mən indi fikirlərim bir 100 nəfərə yaxın adamlara mesaj göndərdim. Umarım ki, dostlar gəlsinlər və bu haqda yavaş-yavaş danışaq. Normalda budur ki, düşüncədən insanlar qaçırlar. Düşüncə biraz ağırdır, biraz yorucudur. İnsanlar bundan qaçırlar, gedirlər sadə bir şeylərə. Bu da bizim bəzi dostlarımızın, düşüncə sahibi dostlarımızın bir düşüncəsinin dərdinə dönübdür ki, bizim millətimiz niyə belədir? Bu o cür deyil, mütəəssifانə bizim millətimiz deyil. Dünən ərz elədim, xanım Şirinibadi ki, dünyada tanınmış bir şəxsiyyətdir. 40 min nəfər tərəfdarı var, followeri var. 40 min nəfər, 41 min nəfərə yaxın da Noam Chomsky'nin vardı. Bəzi filosofların 300-350 dana varlardı. Yəni danışqahda dərs deyib, belə o danışçıları onun tərəfdarı deyil. Çünki düşüncə biraz çətindir. Amma hər halda biz bunları deyək, tarixdə qalsın, insanlığın, bizim toplumumuzun tarixində qalsın. Ərz eləyim ki, dostlar, bu günləri bir daha bəyaniyyə yazdım, bu bəyaniyəni paylaşdım, dostlara da göndərdim. Bu bəyaniyədə dedik ki, bu vəziyyətdə bir şey oldu. Belə bir təriflə Facebook verir müftə. Yazdıq ki, گفتگو, bunu farsça yazdıq. گفتگو با رهبران احزاب آذربایجان جنوبی از 27 اردیبهشت 17 می در اتاق düşünce bağı در پلتفرم کلاب هاوس آغاز خواهد شد. لطفاً همه را به اتاق فکر siyasetmedarان ترک davet بکنید. Bunu burada yazdıq. Ayın 27-sindən proqramlar başlayacaqdır, danışıqlar başlayacaqdır. Hər hizbin lideri, sözçüsü, müşavirləri, o hizbidən hər kəs istəsə bir həftə vaxtları var ki, bizim o 4-500 sualımıza canlı cavab versin və niyə? İndi ona görə də bir şey yazdım. Bu ittilayət göstərdim xidmətinizə. Bu ittilayənin yanınca da onu yaymağa çalışdım. İcazə buyurun, onun da bir mətninə baxaq, görək ki, nələri mən düşünürəm və nələri çalışıram ki, üstündə işləyək. 1. Dostlar,
Siyasət nə deməkdir? Əvvəl buradan başlayaq. Siyasət nə deməkdir? Çoxlu tərifləri var. Hər məmləkət və hər hizb və hər siyasətmədar bunu özünün düşündüyünün əsasına tərif edir. Çünki standart tərif yoxdur. Mənafi əsasında, baxış əsasında düşüncəyə dayanaraq tərif edir hər kəsən. Mənim mənafeyim nədir? Məsələn, farslar deyirlər bizim mənafeyimiz nədir? Kürdlər deyirlər bizim mənafeyimiz nədir? Ərəblər, bəluslar, türkmənlər, İran, Əraq, Suriyə, Libi, gedin Rusiya, Çin, Vietnam, Kore Şimali, Kore Cənubi, Japon, Amerika, hər kəsi əl qoysun üstünə, hər kəsənin özünün siyasət nədir? Bir mənası var, bir düşüncəsi var. Siyasət, məsələn, Amerikada deyək ki, 500 dana siyasətmədar var, yuxarı səviyyədə. Bu 500 dana siyasətmədarın bir dana, ya 2 dana, ya 3 dana umumsal, universal deyirlər. Yəni, məmləkətin hər yerində bunu qəbul edətdirsinlər deyə siyasətdən tərifləri var. Qəbul eləyiblər ki, bu bizim Amerikanın siyasəti bulardır. Amma ondan sonra o 300-500 dana ki vardı, danışgahlarda dərs deyirlər ya işdirlər, bunların hərəsinin özünün də düşüncəsi əsasında bir siyasətə tərifi var. Çünki hər kəsən milli mənafeyi və siyasəti o birisindən fərqli düşünür. Amma siyasət nədir? Biz özümüz onu tərif eləməliyik. Hər kəsən. Çünki o zaman ki mən də tərif elədim, Həsən də, Hüseyn də, Kazım da, bu hizbidə, o hizbidə ki hər kəs iddia edir ki mən gələcəyə görə danışıram, dövləti dəyişdirəm, taza dövlət gətirəm, İranı yıxam, ayrı yıx. Hər nə cür ki siyasəti düşünür. Bu adam siyasəti tərif eləməlidir. Bunların ortasında bir dana, 2 dana, 5 dana ortaq siyasi tərif çıxar. Bu siyasi təriflərin üzründə də bizim məmləkətimiz, gələcəyimiz qurular. İndi siyasət nədir məncə? Məncə siyasət yaşamdır. Yəni mən indi əlan bura gəlmişəm, burada oturmuşam, bu köynəyi giymişəm, bu kravatı vurmuşam, bu xotu giymişəm, bu gözlüğü vurmuşam, bunu vurmamışam məsələn. Hətta bunlar da belə siyasətdir. Siz bu otağa gəlirsiniz, buradan çıxırsınız, gedirsiniz ora, bura, bu da siyasətdir. Çünki deyirsən mən buranı sevmədim, mən buranı sevmədim. Bunun təh danışır, o birisi. Niyə? Çünki burada bir salırsınız, çıxırsınız. Hər şey, çünki İnsan varlığı, insan canavarı, canlılığı, bu canlı mövcud ki adına insan deyirik, bu mənfəətin hesab kitab elər. O yerdə ki hesab kitab elədir, orada siyasət var. Siyasət insanın yaşamıdır. Niyə bu işi işləmirik, o işi işləyirik? Niyə bu riştəni oxumuruq, gedirik o birisi riştəni oxuyuruq? Niyə bu yerdən köçürük, gedirik ayrı yerə? Niyə məsələn pulumuzu buradan götürürük, qoyuruq ora, ya oradan götürürük, qoyuruq bura? Əgər pulumuz varsa, niyə bu məhəllədən ev almırıq, gedirik o məhəllədən ev almırıq? Ya bu şəhərdən almırıq, gedirik o şəhərə? Niyə istəyirik ayrı məmləkətə köçək? Bunların hamısı siyasətdir. Yəni biz hesab kitab edirik. Hesab kitab olan yer siyasətdir. Nə mənən hesab kitab edirik? Mənfəətimizi. Hətta biz evlənməyimizdə hesab kitab var. Hesab kitab edirik ki, məsələn deyirəm, mən bununla evlənsəm, məsələn bu gözəldir, mənim uşaqlarım gözəl olar, dözümlüdür, ağıllıdır, gözəldir, göyçəkdir, boyu ucadır, boyu qıssadır, tüyləri, saçları qərədir, saçları uzundur, gözləri yekədir. Bunlar hamısı hesab kitabdır. Biz eləyirik bunların üstündə. Aşıq olmaq da bunun üstündədir. Siz fikir eləməyin ki, məsələn, göz yumulu aşıq oluruq. Aşıq olmaq da, evlənmək da, ayrılmaq da, uşağı olmaq, bir dana olsun, 3 dana olsun, 5 dana olsun, hamısı siyasətdir. Hamısı siyasətdir. Biz siyasi bir varlığıq, bir siyasi bir heyvanıq. Biz eyni o birisi heyvanlar kimi bir heyvanıq. Bir canımız vardı, bir zaman gəlmişik dünyaya, bir müddət yaşayacaq, sonra da Allah rəhmət eləsin gedəcək. Yoxdan gəlmişdik, yoxa gedəcək. O şey ki dinlər deyirlər, qiyamət vardı, yoxdur. Əslən bu bizim bəhsimiz deyil. Çünki nə dinlər onu isbat eləyə bilərlər, nə biz isbat eləyə bilərik. O şey ki isbat olmaz, onu
onu danışmır. Siyaset, indi siyasette hamı girir meydana. Bakın, mesela biz öz türklərimizi danışaq, İranı danışaq, bunları danışaq. İran adında bir dana cəli, məsnui, düşmən yaratmış bir məmləkət var. Baxın, bunları ki işlətdim, bu mənim siyasi baxışımdır. İndi bir də deyirlər ki, İran tarixi 8.000 il, 10.000 il, 50.000 il, 5.000 il, 3.000 il, 2.000 il, 1000 il İran qalıbdır. Bu da bir baxışdır İrana. Yəni tərifdir, siyasi tərifdir. İndi bu İran dediyimiz yerdə bir iddə adamlar var, tək canına işləyir. Mənə tay. Deyir ki, mən siyasətdə bir düşüncəm var. Dostlar, əcib yağış gəldi. Elə birdən-birə göydən yağış tökülür. Çox sevindim əlbəttə bunu deyim. Çünki biz canlılardan sonra trilyon milyardlar, yəni saymağa imkansız, ədəd yoxdur sayasız, yerdə canlı var, göy-göyərənti var, ağaçlar var, quşlar var. Bunların hamısı suya bağlıdırlar və o Quranda çox gözəl söz var, deyir ki, və kulli şeyin hayy minəl ma, hər şeyi sudan yaratdıq. Ya hər şey su ilə deyir. Və cəlibdir ki, su olmasa hər şey ölər. İki şey olmasa ölər, su olsa da bir şey olmasa ölər. O da ışıqdır. Yəni gün, günün ışığı və istisi. Olmasa insanlar ölərlər. Hər şey ölər, hər şey ölər. Amma məsələn bir müddət biri qalar. Yəni məsələn mümkündür bir 2 il, 3 il, 5 il içində ölələr, amma gün olmasa. Amma su olmasa məsələn mümkündür 2 ay, 3 aydan sonra hamı öləcəksin. Hər halda bundan keçək, fəqət sevindim, o yağışın gəlməsini gördüm, çox sevindim. Eyni halda biz biraz güləhmişik. Bu dostlar, bu da bir taza mənim təcrübəmdir. Bu şəhər suyunu verəndə diqqət buyurun, bunu ki deyirəm, canlarınıza da, sizin sağlığınıza da siyasətdə bu da düşünməlidir. Bu sulara kolor vururlar. Bu su ki şiri açırıq gəlir, onlara kolor vururlar. Bu kolor həm nə mənədir? Bu kolor həman şeydir ki, bomb şimai zətdə da işlədirlər. Bunlar insanları, yəni diri canlını öldürmək üçündür. Suyun da içində bir də bakteri deyirlər, filan deyirlər, bəhman deyirlər, hər nə adın qoyurlar, bir də canlılar var. Ki bunları biz suda görmürük, o qədər kiçiklər, amma su ilə içirik. Baxanda suya deyirik, göz suyu kimi dupdurudur. Amma onun içində mümkündür ki, milyonlar virus, bakteri falan olsun ki, biz onları içək xəstələnək. Bu dövlətlər gətiriblər ona bir şimyai dava vururlar ki, bu dava onu, o heyvanlar, o canlıları ki, onun içində vardı, onları öldürsün. Amma diqqət buyurun, onları öldürəndə bizə fayda yetirmir ki, bizi də öldürür. Bizim də içəridə sellullarımıza girir, bu ətlərimizin içinə girir və orada onları yavaş-yavaş öldürür. İlləti bu ki, sərətan çox alıbdır. Biri bəlkə bu olar. Bəlkə, mən mütəxəssis deyiləm. Bəlkə biri bu olar. Amma mən son öz təcrübəmdə, burada bir yerdə otururam mən, orada gül əhmişəm. Bir 100 metr həyət kimi var. Orada bir, məsələn, deyək ki, 50.000 dana gül əhmişəm. 1-2 kilo gül toxumu əhmişəm. Xollən ora, məsələn, hər metrdə, nə bilim, 10.000 dana, məsələn, toxum vardı. Geçən il, məsələn, 12-13 min dana gül çıxmışdı. Umarım ki, bu illər, məsələn, 20.000 dana çıxsın. Həm bu il çox atmışıq, həm də ki, geçən ilkilərində toxumu tökülübdür. Burada mən təcrübə eləyəndə bir şey gördüm, dostlar. Çox əcibdir mənim üçün. O zaman ki, şir suyu veririk buna, məsələn, həftədə 1 santiyə gəlir. Diqqət buyurun, şir suyunu açırıq, bunların üstündə şilankını tuturuq, həftədə 1 santiyə gəlirlər, boyatırlar. Yəni, yavaşlaşır. O zaman ki, yağış yağır, həman günü 2 sant açır. Yəni, diqqət buyurun, yağış yağanda 2 sant su, bunun boyu atır, bu gül, bu ot, hər neçə orada bitibdir. Bu göy-göyərənti bir gündə 2 sant. Həftədə 10 santacan yağış olanda şey açır. Məsələn, mən baxırdım, burada bir gül vardı, mən adlarını bilmədiyim üçün deyəmirəm.
O məsələn 2 həftədə 20 santı keçdi. Yəni ölçürəm də 20 santı keçdi. Amma onu biz məsələn keçən illər yağış az yağırdı. Mən sulurdum. Bu illəri buradan fəqət 2 dəfə su vermişəm. O da az. Bir 2 dənə taza ağac əkmişəm onlara. Çünki sizlərə deyirəm ağac əkək. Özüm də ağac əkirəm. Məsələn indi mənim burada olduğum yerdə bundan belə ki müstəcirəm. 17 ağac əkmişəm. Bir 10-15 dənə də çol əkmişəm. Çol deyəndə məsələn börükcan çolu ki vardı bizlərdə. O çoldur da, yəni ağac deyil, çoldur. Alma ağacı ağacdır. Məsələn, biz burada əzgil ağacı tapdıq, çox baha aldıq, amma tapdıq, aldıq. Məsələn, heyvə ağacı aldım, onu. Bu cür, yəni alıb əkirəm. İndi mən bunlara qorxumdan su vermirəm, şir suyu vermirəm. Çünki görürəm, şir suyu özü də bu meyvənin də içinə gedəcək da. Biz istiyoruz ki, organik yox, bu tərəfdən də gətiririk, bu suyu veririk. Bu organik olmayacaq ki. Bu elə kimyai maddəni biz buradan veririk. O da gedir, o ağac onu çəkir, çarəsi yoxdur. Ağaca da nə versən onu çəkəcəkdir. O ağac, o gül onu çəkir canına və onu biz yeyirik. Bunu dostlar, Kanadada bu hərəkət başlanıbdır. Bunu fəqət sağlığımız üçün deyirəm. Bəhsimizdən çıxdıq biraz, amma sağlığımız üçün bu çox önəmlidir. Kanada dövləti gəlibdir burada hər məhəllədə community deyirlər. Məhəllə əvəzinə məsələn deyirlər ki, neighborhood, məhəllə, community yəni bir yer ki, orada hamı məsələn gəlir bura gedir. Orada bir dostluqlar var, ilgilər var. Məsələn biz Türkiyə tərcümə etsək şeylər deyirsən, məhəlləlik ya dostluq. Məsələn belə bir şey. Community toplumsal bir yer. Community toplumsal bir yer. Türkçəsi beləsi olur. Yəni toplumsal. Bu communitydə dostlar dövlət gəlibdir. Məsələn mən Brimli adında bir məhəllə var. Torontoda Brimli. Bunun müsəlmanlar yığışıblar bura. Hər yerdən. Pakistandan, Hindistandan, Əfqanistandan, İrandan çoxu buradadılar. Yəni məsələn bir desək ki, eni 2 kilometr, boyu 2 kilometr belə bir yerdir. Hətta azdır bunlar. Yəni 2 kilometr olmaz. Eni olar 1 kilometr yarım, boyu da olar məsələn 1 kilometr, 1 kilometr yarım deyə boyu olar. Bir belə olar, çox olmaz. Burada bir 30-40 min müsəlman yaşır. Bunun ortasındakı hamısı da 20-30 təbəqə saxtımandır. Ortasında bir dənə bir yer var. Məsələn, onlar bir 250 metr, 300 metr, 500 metr deyək, bir yerdir. 1000 metr, bilmirəm ki, ölçməmişəm. Bir yol. Orada deyir ki, bura community'nin burada 30 min nəfər ki, burada ki, buranın yeri, əkinəcək yeri. Əlbəttə, oraya yaxında da neçə dana verib ha, elə həmin 30 min nəfərə. Amma deyir ki, burada əlaqəsi olan uzağa gedənmir, gəlsin buradan. Bəzi adam gedib özünə 2 metr götürüb, biri gedib 3 metr götürüb, çox vermirlər. Orada özünə səbzi eləyirlər. Deyir ki, hər nə qədər başarırsız dükandan almayın, özünüz becərdin. Əvvələn havamıza yaxçıdır, hər yer göy-göyərəntidir Kanada. Amma yenə də burada da bir göy-göyərənti olsun. İkinci bu ki, o pul ki verəcəksiniz, alasınız, çox xəşlirsiniz. Üçüncü bu ki, onlar gün dəymir, normalda meyvəni çal dərirlər, aylar yol çəkir gələ. Onun, məsələn, mozdur, hər nədir, hər meyvə ki alırsınız, onu o qədər çal dərirlər ki, o oradan bura gəlincən yetişmir. Bəzən burada alırsan, gətirsən 2 həftədə evdə gözlürsən ki, yetişsin. Yəni, gün qabağında qalıb vitaminləri yetişməyibdir. Əslində biz meyvə yeyəndə, meyvələrin gərək o qədər gün qabağında qalır ki, gün bunu yetişdirə, bunun içindəki kimyai maddələr təsir qoyalar, o məvad ki, biz canımıza xeyirlidir, onları ələ gətirək. Mütəəssifanə, İndi ki kal gəlir, yetişmir. Elə bunu biz biraz məsələn şirin olanda onun üçün də əl aparıblar. Yəni meyvələrin içinə əl aparıblar, gözəl olsun, şirin olsun ya falan olsun. Biz bundan bizim başımızı toğlayıblar, amma əvəzində canımıza nə edirlər? Xəsarət verirlər. Kimyai mavad vururlar, su vururlar, nə bilim, fəqət suda yetirdirlər dostlar. İndi bir düyü əkirlər suda. Suda bir maddə olsa, o da şir suyu versələr, ya quyu suyu versələr, onda bir maddə olsa, onları içəcəkdir. Onlardan sonra torpaq yoxdur ki, torpaqdan bir şey çəksin canına.
Məsələn bu nə bilim özdə üzən düyü deyirlər, nə deyirlər beləsi qərə düyü falan. Baxma bunlar hər halda çox da təbliğat edirlər ki, bunlar yağçıdırlar, amma mən deyirəm ki, suyun üstündə əgər suda bir maddə olsa onu çəkəcək, torpaqda olan maddəni çəkməyəcəkdir. Bunların bəzisi də bu solar sistemdədir, gülxanadadır. Bunlar da bilmirəm məsələn nə qədər düz müstəqim gün almırlar, nə qədər gül alırlar, nə cür olur, bunlar da bilmirəm. Hər halda Kanadada dövlət təşviq edir ki, insanlar gəlsinlər, bunu eləsinlər. Onun üçün də hər kəs hər yerdə olur, çalışır ki, 2-3 dənə ağacı olsun, öz meyvəsini çıxartsın, öz səbzisini çıxartsın. Bir yol. Mən də elə burada indi hələ feylən də şey deyirəm, bununla elə özümü məşğul edirəm. Hərdən bu ağaclarla, biraz da göcəyərəntə əhmişik onlarla, yarpızla, nə bilim. Hətta biz şey də əhmişik dostlar. Cəzənədə əhmişik çox da cəlib bir şeymiş, mən bilmirdim bu. Bunun faydaları. İngiliscədə buna o qədər fayda yazıblar ki, özdə tikanlı ot yazıblar. Stinging needle, tikanlı, qaşındıran tikanlı, belə bir şey adı olacaqdır. Çox cəlib bir şey. Hər halda bu bəhsdən çıxaq eşiyə girək siyasətə. O da elə siyasətin bir tərəfidir. Yəni istədim bunu deyəm ki, hətta burada indi bunu insanların arasında yayırlar ki, gedib almaq yerinə özünüz becərdin. Hətta güldanda satırlar. Hətta güldanda. Mən bu günləri sübh də nəvəmlə getmişdik bu dükanların birinə, gül dükanı. Bir dana badımcanın bir dana dənəsi, qırmızı badımcanda, qırmızı badımcanın bir dana dənəsini yekəldiblər. Olub məsələn 10 sent, 4 dolara satırlar, güldandadır. Fəqət bir danası. Deyirəm axı evin yıxılmasın, bundan nə qədər badımcan alacaq ki, 4 dolar buna versin. Məsələn badımcanın kilo deyək ki, indi məsələn yenəcəkdir 1 dolar yarıma. Məsələn gələn həftə olacaq 1 dolar yarım. Qiymətləri baxırdım ona görə. Gələn həftə məsələn 1 dolar yarıma yenəcək kiloyu. Ya 88 sentə məsələn, əlbəttə biraz çox olur. Məsələn 1 dolar 75 zada çıxacaq məsələn. Bu şey olacaqdır. Badımcanın kilosu. 4 dolar verir buna alır. Məsələn bu badımcan bir dana badımcan bir şitildən neçə dana məsələn bunlar şey götürəcəklər, amma bilirsiniz istəyirlər insanları təşviq eləyələr. Biraz işlərin rahatladılar. Sən gedirsən işə işləyəmirsən. Gəl burada mən sənin əvəzə işləmişəm. Hazırdır. Apar bunu qoy ora. Həm sevin. Güldən əvəzinədir. Həm də evində qoy ki, ya balkonunda qoy ki, o 4 dana meyvə gətirsin. Ondan şad ol ki. Vaqəən də şad olur. İnsanlar məsələn gedirlər o baxır gilasına. Ay mənim gilasım 4 dana gülü var. Məsələn o gilas ağacının hey onu gedir, gəlir, 4 dana gülü var. Görün məsələn qurd-quşlar bunu qoymayım yesin filan. Bəhman nə var? Məsələn 4 danadan ötürü bir dünya ruhiyyəsi sevinir. Bu da siyasətdir. Dövlətin bir siyasi baxışıdır. İnsanlar nə cür az əsəban olsunlar. Nə cür stresslərin boşalsınlar, nə cür üqdələrin boşalsınlar, nə cür məsələn bəzi bu əsəbanilikdən uzaq dursunlar. Bunlar üçün bir sistem yaradırlar. Bu da çox gözəldir. Hər halda qeydaq ki, siyasətə. Hər kəs ki deyir mən siyasiyəm, bu bir fərd ola bilər, təşkilat olar, hizb olar, dövlətdə bir məqam olar. Dövlətdə məqam kim olar? Məsələn, amuzaj pərvərişdə bir müəllim. Ondan tutun gedin müdir kulla, gedin vəzirə. Bankda işləyənlər. Bankın fərq etməz, rəis olsun, ya hər nə ki olur, olsun. Hər idarədəki adamlar vardır, bunlar siyasidirlər. Çünki bir siyasi təşkilatın parçasıdırlar. Ondan sonra hizblər, təşkilatlar, NGO-lar. NGO ki deyir, məsələn, mən riyaziyyat işləyirəm, o siyasi bəlkə deyir, mən siyasətə girmirəm. Amma həman yenə də siyasəti danışır. O məsələn birdən deyəndə ki, körpü ya saxtıman ya zəlzələdə saxtıman riyaziyyat üzü ilə tikilməyibdir, mühasibəsi düz deyilmiş, dəmirlər məsələn gücü buna yetişmirmiş, ya dəmirlər riyazi olaraq düz hesab olmayıblar, nə qalinlikdə, nə yoğunluqda olsunlar, nə müqavimətdə olsunlar. Məsələn görsədir, deyir, dəmiri belə vururdu, kərpiç kimi sınırdı. Deyir, tamam, deyir ki, bu axı nə cür dəmirdir? Məsələn bunu sən nə cür mühasibə eləmirsən, düzəltmirsən ki, bu dəmir məsələn belə yerə vurursan, kərpiç kimi sınır.
Bunlar, bu mühasibələr də siyasidirlər. Yəni, dedim, insan o şey ki, hesab edir, o siyasətdir. Hər nə ki, hesab kitab edir ki, bu pisdir, yaxçıdır, nə bilim, dərdə dəyər, dərdə dəyməz, işlər, işləməz, faydası var, faydası yoxdur. Hər nə cür ki, bu cür şeylərlə danışırıq, o siyasətdir. Gedirik bir idarəyə, məsələn, adam deyir ki, olan ötür bu filankəsin yanına getməz. Ya filankəs rişvə alır, ya filankəs rişvə. Bunlar hamısı siyasətdir. Siyasət. Adam istəyir şey eləsin. Bu siyasi adamlar xüsusən yuxarı səviyyəyə çıxanda, yəni məsələn, onlar ki, deyir, mən hizbəm istəyirəm dövlətə getir deməliyəm. Mən siyasətmədaram, danışqahda siyasət deyirəm, hüquq deyirəm, nə bilim, fəlsəfə deyirəm, camişünaslıq deyirəm. Bunlar hamısı gərək deyərlər ki, mənim dövlətə görə hətta opozisyon ya dövlətdə olan gərək deyərlər ki, biz nə cür düşünürük. İndi bu nədir? Siyasət. Mən bir dənə mətn yazdım, onu indi istəyirəm burada oxuyam, biraz bu günləri az danışacağım, çalışacağım bir saatdan tez qutaram geçsin. Yəni sözü qoymayacağım, gəlsin, o şeylər çıxın, o göy-göyərəntini çıxın qırağa. Siyasetmedarان حق پنهانکاری و ایستادن در تاریکی جهل را ندارند. Məsələn, bəzi İranlı opozisyon ya İranın içində dövlət var. Deyirsən, ağa, sən hüquqi bəşərə görə nə düşünürsən? Demokrasi nədir? Azadlıq nədir? Məsələn, insanlar referenduma görə nə düşünürsən? Qanun əsasına görə nədən düşünürsən? Vilayət fərqinə görə nə? Bu qalsın sabah deyərik. Qalsın dövlət yıxılandan sonra deyək. Qalsın dövlət değişən. Yox. Siyasi adam gərək deyək ki, tamam, mənim düşüncəm budur. Siyasi adam məsələn Pəhləvi ilə soruşurlar, sən nə cür hökumət görürsən? Deyir ki, millət seçər. Millət seçər bir şey. Millət onda deyir. Amma sən özün nə hökuməti qoyursan, biz üstə deyirsən, mən bunu deyirəm, bunu seçin. Mənim nəzərimə bu yaxçıdır. Ya indi millət seçər, ya seçməz. Amma indi bu ki, sənin gərək ola, əlində pişnihadın, tərhin ola. Qanun əsası varındır. Yox. Niyə yoxundur? Sabah qanunçular yazarlar. Qanunçular yazmazlar hüququ. Hüququ hər kəsən özü ya təşkilatı yazar deyir, bu mənim təklifimdir, bu mənim önərimdir. Bu hüququ mən qoyuram miz üstə. İnsanlar baxsınlar, sevsələr bu hüququ yazsınlar, qəbul eləsinlər, rəy versinlər, bu hüquq rəsmi hüquq olsun. Yox, əgər olmasa bu hüququ, bu mənim nəzərlərimdir, mənim hüquqi nəzərimdir, mənim düşüncəmdir. Çünki hər hizbə, hər adam dövlətə geçsə, işə geçsə, istəyir bir dənə sistem ki, zehnində var, onu gətirə iş üstə. Sən o sistemi gizlədə bilməzsən. İranda siyasətmədarlar çalışırlar ki, gizlədələr. Heç kəs məsələn vilayət fərqinə görə nəzərin demir. Heç kəs qanun əsasını dəyişək, ona görə demir. Heç kəs demir ki, İranda qovm nədir, millət nədir? Qovmun haqqı nədir, hüququn, millətin haqqı nədir? Həsən haqq özü nədir? Hüquq nədir? Yəni, bunları niyə demir? Çünki deyir ki, indi mən desəm, millət məni nəqd elər. Qoy geçsin, sabahlar həyəcanlı olacaqlar, bilməyəcəklər, nə var, salacaq hər şeyi özgənin başına, mən müqəddəs qalım, məni nəqd eləməsinlər. Onun üçün bunlar özlərin həmişə penhankar edirlər. Sabahları millət əvvəl rejimi yıxaq sonra. Yox, rejimi yıxmamışdan. Sən əgər Azərbaycan təşkilatısan, sən əgər Türk təşkilatısan, sən əgər Ərəb təşkilatısan, sən əgər Fars təşkilatısan, sən əgər İran təşkilatısan, sən istiqlalçısan, sən federalçısan, sən gərək şəxs olaraq ya parti olaraq, fərq eləməz, təşkilat olaraq. Sən gərək gizlətməyəsin özünü. Sən gərək deyəsin ki, mən belə düşünürəm. Biz belə düşünürük. Bizim parti belə düşünür. Düşüncəsi gərək ortaya qoyarsınız. Bunu gərək içəridə İranda da soruşaq. Bizim mütəəssifanə İranda yaşayan millətlər biraz haşa bəzi dostların huzuruna camışıq. Yəni, deyirik bəlkə onların haqqıdır istədikləri sözü bizə deyələr. Bizim haqqımızdır ki, onlardan soruşaq. Onların haqqı yoxdur, özlərini gizləyələr, nəzərin deməyə. Adam deyir, mən vilayət fərqi mütləqi qəbul edirəm. Tamam, sən qəbul edirsən. Amma sabahları bunu sənin hesabıma qoyacaq. Sabahları nəzər deyənməsən ki, mən getdim məclisə, indiki dövlət yıxılır, mən vilayət fərqi deyirəm. Sabahları Azərbaycan istiqlalını sən deyənməsən, mən vilayət fərqi, çünki vilayət fərqi dövrəsi geçdi. Yox, sən onun cəzasını çəkəcəksən. Sən onda gəlib siyasətə girənməsən ki, bizdən qabaq gələsən deyirsən, biz vilayət fərqi ilə müxalif idik, ha. Yox, o yoxdur.
Sən o gündə deyəcəksən, "Ağa, mən bunu keçmişəm. Mən dünənləri Cumhur İslami yıxıldı, bu günləri istəyirəm ki, vilayət fəqihçisi olam." Yox, olmaz. Sən vilayət istiqlalçı olam. Olmaz. Sən vilayət fəqihçisən, o gün də vilayət fəqihçisi olacaqsan. Çünki sənə opportunist deyirlər, sənə fürsət tələb deyirlər. İndi fürsət gəlibdi ki, dünəncə fürsət bu idi ki, mənafeyi gedəsən beləsi təmin eləsin ki, vilayət fəqihçisi olasan, ona yaxınlaşasan, yeyəsən. İndi də istiqlal biz almışıq, istəsən gələsən bizim torbamıza girib yeyəsən. Yox, belə bir şey yoxdur. İndi bu nə olur? Bu bir cəhlidəndir. Adamın ya düşüncəsi yoxdur, deyir, mən qanun əsası yazmamışam, bilmirəm. Mənim məramnaməm yoxdur, mən bilmirəm. Mən hüquq bilmirəm, mən əsən mənim gələcəyə bərnaməm yoxdur ki, əsən bilmirəm Cumhur İslami yıxılacaq ya yox, mən nəyə ona bərnamə töküm. Yox. Siyasi adam Cumhur İslami qalmaya bərnaməsi olmalıdır. Əlində tərhi olmalıdır, pişnahadı olmalıdır ki, biz hökumətə bunu istirik. Hər kəs bunu demir, cahildir, özün cəhlə vurur, özün cahil görsədir, camiyə deyir ki, mənlə soruşmayın da, məni qaranlıqda tutun, məni görməyin. Amma mən siyasətə çalışıram. Olmaz. Məsələn, dünən xanım Şirinbadiyə görə danışdıq, xanım Şirinbadi siyasətə görə danışır. O zaman ki, sən bir məmləkətdə hüquqdan danışırsan, qanun əsasını dəyişməklə sən siyasətdən danışırsan. Sən eləyə bilməzsən, deyəsən ki, mən Azərbaycanlıları görmürəm. Necə ki görmürsən? Sən Azərbaycanlı, mən türkləri görmürəm. Mən türklərin dillərini dil hesablamıram. Sən bunu de. Yəni sən əgər Azərbaycanlıları adam hesablamırsan, millət hesablamırsan, qovm hesablayırsan, dillərin dil hesablamırsan, Azəri hesablayırsan, gərək gəlib deyəsən. Deməsən olmaz. O da bizim vəzifəmizdir. Bizim insan olaraq ki, o siyasətmədarların sözlərinə qulaq asırıq. Bizim vəzifəmizdir ki, sənin nəzərin filan şeydə nədir? Hər şeydə. Sənin nəzərin nədir? İnsanların evlənmək haqqında nədir? İnsanların 5 dənə uşaq olmaq haqqında nədir? Məsələn, biri də deyir ki, bizim məsələn budur da, deyir ki, insanların bir dənədən uşaq izafə olmasın. Niyə? Cəmiyyət çoxdur, yetirəmirik yemağın, içmağın. Bunlara ev lazımdır, bunlara iş lazımdır, bizim yoxumuzdur. Onun üçün uşaq bir dənə olsun ki, dədəndən öləndə bir dənə uşaq qalsın, yəni 2 nəfər ölsün, 1 nəfər diri qalsın. Cəmiyyət yarıya yenəcəkdir. Yəni, məsələn, gələn 35 ildə, 40 ildə. Yarıya yenəcəkdir, 80 milyon olacaq, 40 milyonun evi var yaşaya. İşi var işləyə. Azdan çoxdan gəlir olar. Biri də bunu düşünür. Biri də mənə deyir ki, dünya insanların nüfusu gücüdür. O şüarlara inanmayaq. Uşaq çox olmasa vətən əldən verərik. Dövləti əldən verərik. Gücü əldən verərik. Savaşlarda uduzarıq. Məsələn, onun üçün deyirik ki, uşaq olsun. Çünki insanların doğulması güc deməkdir. Çin niyə güclüdür? Bunu 2-3 gündür deyirəm. Niyə Amerika Çindən qorxur və gələn 20 ildə Amerika əbərqüdrətlikdən çıxır gedir, Çin əbərqüdrəti olur və Çinin dili güclü olacaqdır dünyada. Hamı bu gün İngilisi danışır, sabahları hamı Çin danışacaqdır. Yəni 20 ilin içində hamı Çiniyə dilə ərziş verəcəkdir. Çünki dünyada ən güclü dövlət, ən nüfuzlu dövlət, ən pullu dövlət Çin dövlətidir. Niyə? 2 milyarda yaxın cəmiyyəti vardır. Çox böyük insan gücü var. Dünyanın hər yerinə eləyə bilər adam göndərsin. Amerika qarrəsinin 350 milyon adamı var, ya 400 milyonu, ya Amerika qarrəsi, əlbəttə Amerikanın, Kanadanın deyirəm, 400 milyona yaxın cəmiyyəti var. Çin fəqət 400 milyon göndərsə Amerika qarrəsinin aldı əlinə. Və göndərə də bilər. Çünki iqtisadi gücü o qədərdir ki, eləyə bilər, məsələn, 400 milyon adamın ailədir da, ailəyə deyək ki, məsələn deyək ki, 100 milyon. 100 milyon ailəyə, ya 200 milyon ailəyə deyək ki, normalda 100 milyon eləyir 300 milyon, çünki dədə, nənə, bir dənə də uşaq. Deyə durun gedin Amerikada yaşayın, Kanadada yaşayın. Və pul da verir hamısına. Dövlət güclü dövlətdir, pul verir. Gedin orada yer alın. Çünki siz yer aldınız, Çinə yer alırsınız da. Siz qəbalə sizin əlinizdədir. 100 ildən sonra bura Çinin cəmiyyəti əksəriyyətdə olsa, Çinin bir bölgəsi olacaq. Diqqət buyurun, dünyada istismar o qədər yolları vardır ki, işğalın biri də odur. چرا بعضی از رهبران سیاسی و احزاب درباره برنامه‌های خود برای
آینده ملل در ایران سکوت پیشه کرده‌اند و شفافسازی siyasi را به آینده واگذار می‌کنند. Sualdır. Bunu biz soruşmalıyıq özümüzdən, tək özümüzdən. Niyə bu siyasi hizblər, məsələn Azərbaycanda filan hizb niyə gəlmir cavab verə bizə? O deyir ki, mən istəyirəm istiqlal olam, mən istəyirəm federal olam, mən istəyirəm konfederal, mən istəyirəm Türk dünyası birlik olsun, mən istəyirəm Azərbaycan bir olsun. Tamam. Sən niyə gəlib bizə, bizim sorularımıza cavab vermirsən? Sən niyə demirsən ki, sənin qanun əsasın hanı? Sən xanımların, qadınların haqlarına görə, qızların haqlarına görə, uşaqların haqlarına görə, yetimlərin haqlarına görə, işsizlərin haqlarına görə, məlulların haqlarına görə, qocaların haqlarına görə neyniyəcəksən? Sən bizə niyə demirsən demokrasi nədir, azadlıq nədir, haqq nədir, qanun nədir, ədalət nədir, qudrət nədir, güc nədir? Sən bizə niyə demirsən ki, gələcəkdə işi neyniyəcəksən, işsizliyi neyniyəcəksən, pulu neyniyəcəksən, təvərrümü neyniyəcəksən, nəfti neyniyəcəksən, qazı neyniyəcəksən, savaş düşsə neyniyəcəksən, kimlə savaş eləyəcəksən, kimlə sülh eləyəcəksən, nədir? Bunları niyə demirsən? Çünki bunları biz bilməsək, bilmərik ki, sən kimsən. Biz niyə siyasi deyirik? Mən deyirəm, biz camışuqa. Buna görə ki, biz bunları soruşmuruq ki, bilək, məsələn, Həsən ilə, Hüseyn ilə, Kazım ilə, Qasımın arasında nə fərqi var? Bunlarla ki, məsələn, Azərbaycan istiqlalı istəyirlər, ya federal istəyirlər, ya iki Azərbaycan biri olsun, ya Türk dünyası biri olsun, bunları istəyirlər. Bunlarla Fars təşkilatı ki vardı, 70, 80, 90, 100 hizbiləri vardı, radiolar var, televizyonda, bunların fərqi nədir, nə düşünürlər? Məsələn, deyək ki, niyə məsələn mən siyasətlərə baxmayaraq, məsələn, niyə deyim ki, mən istiqlalçıyam, ya federalçıyam, ya İrancıyam? Axı, nə İrancıların siyasətini bilirəm, nə federalistlərin, nə istiqlalçıların. Məsələn, əcəba, Azərbaycanlılar da gələcəklər, deyəcəklər, biz Ermənistanla düşmənuq, biz Farslarla düşmənuq, Kürdlərlə düşmənuq, Amerika ilə düşmənuq, İsrail ilə düşmənuq, Rusiya ilə düşmənuq, Çin ilə düşmənuq, Hind ilə düşmənuq, hamı ilə düşmənuq, biz kiminlə dost olacağıq? Bizə iş lazım olsa, bizə sərvət lazım olsa, hardan gələcək bu iş, bu pul, bu sərvət, bu savad, bu teknoloji hardan gələcək bizə? Biz bunları soruşmalıyıq, siyasəti bilməliyik. Biz siyasi, o zaman yaxçı, herifeyi siyasi oluruq ki, yaxçı suallar soruşaq. Hər kəsi gördük, tutaq deyək ki, sən məsələn Azərbaycanı nə düşünürsən? Sən Azərbaycanları türk bilirsən, Azəri bilirsən. Sən Azərbaycanların haqqı vardır mı müstəqil olarlar, yox. Sən demokrasini nə cür düşünürsən? Azadlıq nə deməkdir? Azadlığı nə cür təzmin edirsən ki, İran rejimi kimi şah zamanı Rıza Şah gəldi, azadlıq adına gəldilər, diktator kodite elədilər, aldılar, azadlıqların hamısı getdi, məşrutə getdi, qanun getdi, tamam, hər kəs ki, roşən fikri idi, onların hamısı qətliam oldu, getdi. Sonra ikinci Pəhləvi gəldi, o da qətliam elədi. Necə ki, hələ taza gəlmişdi, 2-ci Dünya Savaşından sonra taza gəlmişdi iş üstə. Bir şey eləmirdi, filan filan, yavaş-yavaş gücləndik, son başladı qətlama. Sonra Xümeyni gəldi, dibdən, kökdən başladı qətlama. Niyə? Çünki biz Xümeynini tanımırdıq ki. Bizim beynimizi radiolar, televizyonlar yudular, camışıq gün. Dedilər ki, BBC oradan dedi ki, ağa Xümeyni gəlir Əraqdan Farisə. Bizim də millət, biz də. Navar bizim, Allah rəhmət eləsin, bir dostumuz var idi, Höhmavarda. Bəhram idi şöhrə, adı. Bəhram. Bu Bəhram çox kasıb idi. Bizdən də kasıb idi. Biz kasıb idik, o da bizdən kasıb idi. Gedərdi öz pulu ilə navaralardı, gələrdi bu Xümeyni danışanda onu zəbt elərdi, onu paylardı adamların arasında. Özü də o günəcan ki, Xümeynini BBC deməmişdi, heç kəs bilmirdi Xümeyni anlamına. Əslində, heç kəsə bilmədi sonunacağında ki, bu adam nə düşünür? Düşüncəsi nədir? Calibdir, qanun əsasını yazdılar. İranda 2 dana onun haqqında, deməyim 2 dana, bəlkə məsələn 5 dana təhlil yazılmadı. Onu oturub nəqd eləmədilər ki, bu qanun əsası budur.
Yazmadılar. Hamı dedi ki Xümeyni əladır. Hamı gözünü yumubdu. Dədəm nənəm kör deyib gəlib gedəni burada. BBC dedi bu yaxşı adamdır. Biz də deyirik molladır, yaxşı adamdır. Əmmaməsi vardı. İndiyəcən də təbiid idi. Mübarizə eləyibdi filan bəhman. Nə olsun ki mübarizə eləyibdi? Nə oldu ki zindana gedib? Nə oldu təbiidə düşübdü? Nə oldu əziyyət çəkibdi? Diktator ola bilməzmi? İnsafəli gəlib burada diktator ola bilməzmi? Adamları edam eləyə bilməzmi? Biz bunların müqəddəs deyil. Heç kəs müqəddəs deyil. Mən bunu dəfələrcə iki şey müqəddəsdir. Vətən, millət. Vətən, millət. Bu müqəddəsdir. Bundan sonra heç zət müqəddəs deyil. Hamı nəqd olar. Hamı sorğu-sual altına gedər. Və çox cəlibdir. Hamı bir-birinin fikirlərin, düşüncələrin sorğu-sual altına aparar. Sən mənim niyə sualları sorma? Sən niyə falan işi görürsən, niyə görmürsən? Çox yaxşıdır. Ağa biri deyir ki, gəlin gedək Urmu gölünün dövrəsinə, o birisi deyir getməyək. Biri deyir gəlin gedək Qələbəbəkə, o birisi deyir getməyək. Biri deyir gəlin çıxaq şəhərdə falan şey etiraz edək, biri deyir getməyək. Biri deyir gəlin zən zindigi azadiyə qoşulaq, biri deyir qoşulma. Çox gözəldir. Yəni bunlar olmalıdır. Bu iki dəstəlik deyil. Bu düşüncədir. Düşüncələr dav edir. Buradan gələcək çıxacaqdır. Siyasət buradan çıxacaqdır. Biz o müstəqil siyasəti tərif eləmək buradan çıxacaq. O deyəcək, həm bu deyəcək, yox, biri ayrısı deyəcəkdir, ayrısını deyəcəkdir. Ortada görəcəksiniz ki, bir dana sistem portladı çıxdı işə, bir düşüncə portladı çıxdı işə və bu bizi gələcəyə götürəcək. Yoxsa bir Xümeyninin dalısına düşməyəcəyik. Bizə BBC, Ayətullah BBC, Ayətullah International, Ayətullah VOA, Ayətullah filan bizə gələcəyimizi bizə göstərməyəcəkdir. Biz sual soruşacağıq. Biz canına düşəcəyik adamların fikrinin, düşüncəsinin canına düşəcəyik. Sən mənə sabit elə. Sən mənə deyən hangi qanun əsası var? Ay Xümeyni, ay Həsənqulu, ay Hüseynqulu, Pəhləvi, Mücahidin, filan, Bəhman, Azərbaycan təşkilatları, Ərəb təşkilatları, sizin hangi qanun əsasınız var? Hangi təklifi yazmısınız gələ üçün? Demokrasinin nə düşünürsünüz? Demokrasiya nə mənə? Azad, hangi gündən demokrasiya ola bilər? Sabahları biz gəldik, Azərbaycan müstəqil oldu. Kürdlər dedilər, biz işğal edirik. Tüfəklərini götürdülər, gəldilər, düşdülər bizim torpağımıza, canımıza. Burada da bir də dedi ki, biz Kürdlərlə savaşmayaq. Kürdlər gəlsinlər, nə olacaqdır? Gəlsinlər, alsınlar da. Onlar da adamlar, biz adamıq. Adamlıq mühümdür, vətən mühüm deyil, torpaq mühüm deyil. Xoş, demokrasi burada necə olacaqdır? Siz burada demokrasiya ilə nə edəcəksiniz? İcazə verəcəksiniz ki, vətən gəlsin, işğal olsun. Çünki bir adam deyir ki, demokrasiyadan mən belə düşünürəm ki, bu cürdür. O da bir siyasi düşüncədir. Mən onu demirəm ki, o düşüncə deyil. Amma biz dedik, iki şey müqəddəsdir. Millət, vətən. Millət, vətən. Hətta mənafi milli müqəddəs deyil. Milli mənafi adamdan adama baxışlar fərqlənər. Amma vətən baxışda fərqlənməz. Amma millət baxışda fərqlənməz. Sən kimə deyirsən vətəndaş, şəhərvənd? Hüquq şəhərvəndi nədir? Cumhuri İslamidə Xatəmi dövlətindən bu günə qədər, Seyyid Məhəmməd Xatəmidən bu günə qədər 3 dəfə hüquqi bəşər yazılıbdır. Hüquqi bəşər İslami, hüquq şəhərvəndi, hüquq şəhərvəndi nəmnəminə 3 dənə hüquq yazılıbdır. Amma bunlar yazılıb, nədir, hardadır, niyə icra olunmur? Yəni adamlar 3 dəfə təriflərini dəyişdiriblər daha. 3 dəfə deyiblər ki, biz insana belə baxırıq. Amma biz bunları ciddi tutmamışıq. Biz dostlar, çərə bəzi rəhbəran siyasi, niyə siyasi liderlər, fərq eləməz, fərd olsun, bireylər olsun, ya hizb olsun. Niyə öz bərnamələrin haqqındakı gələcək adışı var? Sakitdirlər. Niyə lal olublar? Demirlər ki, biz gələcəkdə səltənət istirik. Məsələn, Rıza Pəhləvi deyir ki, millət nə seçsə onu mən. Ağa, sən səltənət istirsən, ya cumhuri istirsən, ya məsələn, cumhuriyə sosialisti istirsən, cumhuriyə marksisti istirsən, faşizm istirsən, sosialisti bir şey, kommunisti bir şey istirsən, sərmayədarı istirsən, kapitalisti istirsən, liberalisti istirsən, nə mənə istirsən, sən gərək bunu deyəsən. Ağa, mən hökumətimin adı təklif edirəm, məsələn, Cumhuriyə İslamiyə, Şahənşahiyə, Məşrutiyə, Pəhləviyyə. Tərif elə da. Niyə tərif eləmirsən? Çünki adam istir neynəsin? Özün gizləsin. Məni desəm
nəzərim budur, nəqd elərlər. Nəqd eləsələr məni müqəddəslikdən çıxadaram. Necə ki tanımırlar məni, insanlar necə ki baxın, mən indi burada nəzərlərimi deyirəm, hamı bilir ki, bu nədir düşünür. Biri mənə bərçəsb vurar, biri deyər ki, o faşistdir, biri deyər nasionalistdir, bu deyər odur, bu deyər budur. Gözəldir bunlar. Mən çünki özümü qoydum taraziyə, millət ölçsün düşüncəsi ilə. Amma o adam ki istəmir desin, o deyir ki, mən gizlin qalım. İnsanlar mərmuz olun. İnsanlar bilməsinlər. Mən cinnəm, insəm, düşünmürəm, lalam, dilim var ya yoxum. Fəqət bilsinlər ki, mən siyasi adamam. Ya nə olsun? Bizim bir insan olduğumuz üçün və biri də istəyirlər bizə hökumət eləyələr. Bizə qanun qoyalar, bizi sürələr hədəfləri yolunda. Biz onların hədəflərin, işlərin, güllərin bilmək haqqımızdır. Haqqı müsəlləm emazdır. Bizim müsəlləm haqqımızdır. Çon anha mixahən mərmuz və müqəddəs bemanənd. Onlar istəyirlər ki, gizli qalsınlar, müqəddəs qalsınlar. Xümeyni kimi ki, misal vurduq. Diqqət buyurun, elə ki, Cumhur İslami quruldu, qanun əsası bəhsləri getdi, fəqət Təbriz və Azərbaycan, türklər əsli vilayət fəqih və qanun əsası ilə müxalifət elədilər. Ondan sonra milli məzhəbilər, mücahidlər, tudilər, fədailər, hamısı durdular Xümeyninin dalısında Azərbaycan əleyhinə. Məcbər ziddi vilayət fəqihin mənası dostlar. Hələ də bugün deyilir, budur ki, məcbər Azərbaycan, məcbər türk. Çünki ondan sonra heç kəs ziddi vilayət fəqihinin ziddi olmadı. Amma biz onu düşünmürük ki, biz düşünmürük ki, biz şuarı niyə veririk? Məsələn, məcbər ziddi vilayət fəqihin mənası nədir? Çünki biz siyasəti düşünmürük, biz camış kimi bir şey olmuş. Agahiyyə siyasi haqqı müsəlləm hər insana است. Hər insanın müsəlləm haqqıdır, danılmaz haqqıdır, danmaq olmaz ki, gərək siyasi ağahlığı olsun, siyasətdən bilgisi olsun. Həm siyasət bilgisi olsun, həm də bilsin ki, bu siyasətə girən, siyasət haqqında danışan, dövlət haqqında, toplum haqqında, gələcək haqqında, keçəcək haqqında danışanlar nə düşünürlər? Məsələn, sən Kuruş haqqında nə düşünürsən? Darüş haqqında nə düşünürsən? Səttarxan haqqında nə düşünürsən? Məşrutə haqqında nə düşünürsən? Qacar haqqında nə düşünürsən? Pəhləvi haqqında nə düşünürsən? Bunların hamısı biz onlardan soruşmalıyıq. Onlar bizə deməlidirlər. O deyə bilməz ki, yox, mən tarix bilmirəm. Sən tarix bilmirsən, siyasətə gəlməyəcəksən. Siyasət tarixdir. Tarix də siyasətdir. Siz o zaman ki, tarixdən danışırsınız, siyasətdən danışırsınız. Çünki insan yaşamı dedik ki, siyasidir. Agahiyyə məramnamə hər hizbin ya hər adamın, burada mən özüm göstərdim, mən öz məramnaməmi yazdım, qoydum bura. Burada da 3 saat danışdım. Öz məramnaməmin, yazılı məramnaməmin haqqında 3 saat danışdım. Bir çox şeylərə görə də fikrimi, düşüncəmi, indi nədir, gələcəyə nə istəyirəm, ortaya qoydum. Hər bir birey adam, birey, fərdi, bir şəxs və hər hizb, parti, hər təşkilat, hər NGO gərək özünün məramnaməsi olsun. Bizə desin ki, yəni biz onu oxuyaq, şəfahi yox. Kətbi olsun ki, biz onu oxuyaq, görək ki, bu nə düşünür gələcək. Getəcəyi nədir görür, gələcəyi nədir düşünür. Nədir istəyir, Arman şəhri nədir, istəyir bizi hara apara. Dövləti versək bunun əlinə, bu bizi hara aparacaq. Biz nə cür yaşayacağıq bunun dövrəsində? İqtisadımız nə cür olacaq, qanunumuz nə cür olacaq, gəlgədiyimiz nə cür olacaq, dünya ilə ilgilərimiz nə cür olacaq? Bunların hamısını görməliyik. Nümayəndələr nə cür seçiləcəklər? Hangi şəraitində seçiləcəklər? Aya şah zamanı kimi, indiki kimi nümayəndələr təbəqatı olacaqlar? Yəni fəqət bir təbəqənin, ya 2 təbəqənin, ya 3 təbəqənin, o da təbəqə deyil. Sinfin, qışın, iş sinfinin nümayəndələri gedəcək məclisə. Bir döktürlər, mühəndislər, mollalar. Tamam, bu birisi insanların niyə nümayəndəsi yoxdur məclisdə? Bir də savadlılar məsələn deyir. Savadsızların məclisi yoxdur. Ola bilərmi? Agahi əz məramnamə siyasətha, hədəfləri, əhdaf
armanha, istəkləri, arman şəhərləri, beynində olan toplumsal kislər bizi götürür ora, nədir bir şey? Stratejiləri, ora nədir gedəcəklər? Hangi stratejilərlə, hangi taş keçərlə bizi aparacaqlar ora? Cüz və hüquq fərdi ərz. Biz onların bu düşüncələrini bilmək bizim hər bir insanın haqqıdır. Çünki o deyir, mən istəyirəm gələm burada dövlət quram. Kimə dövlət qurursan? Bizə. Sənin biz hər sahədə nəzəri bilməliyik. Bu bizim haqqımızdır. Yoxsa sən niyə istəyirsən gələrsən bizə dövlət olasan? Sən özünü bizə tanıtdırmamış olaraq gələ bilməzsən. Sənin gərək biz bilək nə qədər varın var, gəlirin hardandır, harda yaşırsan, nə tür yaşırsan, nə əsasında yaşırsan, bu gəlib, məsələn, rantı nə cür eləyəcəksən. Ranta görə mən çoxlu misallar vurmuşam keçənki cəlsələrdə, onlara baxmalıdır. Nə bayəd icazə bedəhim? İcazə gərək verməyək ki, fəalan siyasi, əhzab və sazmanهای siyasi ki, əhdaf siyasi را دنبال میکنن gərək icazə verməyək. O təşkilatlar ki, siyasi təşkilatlar, məsələn, biri deyir ki, mən əslində siyasətə qoşulmuyorum, mən riyaziyyat dişim, mənim şiimi dişim. Bundan işimiz yox. Amma o adam ki, deyir, mən siyasətə girirəm, o در تاریکی آینده و انتخاب مردم خودشان را پنهان بکنن. Biz gərək icazə vermiyoruz. Onlar deyirlər ki, gələcəkdə mən bəlli eləyəcəyəm. İndi qaranlıq saxlayır özü. Durur qaranlıqda. Gələcəkdə mən deyəcəyəm nə istəyirəm. Gələcəkdə mən deyəcəyəm hansı qanun. Gələcəkdə deyəcəyəm demokrasi nədir. Gələcəkdə deyəcəyəm azadlıq nədir. Gələcəkdə deyəcəyəm ki, interneti nə edəcək. Gələcəkdə deyəcəyəm mən müxaliflərimi nə edəcəyəm. Bunu biz qoymayacağıq. Bu bizim haqqımızdır ki, onu qaranlıqdan çıxardıq eşiyə. Biz Güney Azərbaycan təşkilatların, Türk təşkilatların İranda və hətta çalışsaq, bəlkə sonralar imkanımız olsa, dünyada Türk təşkilatların gətirək bu da canlıda, düşüncə bağında, orada hamı onlardan soruşsun. Soruşaq. Sən nə düşünürsən? Hər şeyi oradan açıqlayaq. Amma bunu gərək eyni farslardan da, fars təşkilatlardan da içərdə və eşiti soruşurlar. سیاستمداران باید اهداف، خواسته ها و برنامه خودشان را برای آینده روشن بکنند. Siyasetmədarlar o adamlar ki, gələcəyə dövləti dəyişdirib ya dövləti ələ keçirmək istəyirlər, ya dövləti dəyişdirmək istəyirlər, ya hakimiyyət dəyişdirmək istəyirlər, ya dövlət dəyişdirmək istəyirlər, ya dövlət qurmaq istəyirlər. Məsələn, istiqlalçılar dövlət qurmaq istəyirlər, bəziləri dövləti dəyişdirmək istəyirlər. Bunlar gərək öz hədəflərin, bizim amacımız nədir? Niyə istiruq dövləti yıxaq? Niyə istiruq istiqlal alaq? Niyə istiruq federal olsun? Niyə istiruq konfederal olsun? Hangisini istəsələr, gərək deyərlər ki, bizim istəyimiz nədir? Bərnamələrimiz nədir? Biz istiruq necə məsələn bu dövləti yıxaq? Azərbaycanı müstəqil eləyək. Necə istiruq İranda yaşayan türklər bir dövlət sahibi olsunlar? 2 dövlət yox, 3 dövlət yox. İstiruq ki, İrandakı Azərbaycanlılar, türklər ki, yaşlılar, bunlar nə cür bir siyasi sistemləri olsun? Bunlara konfederal istiruq, federal istiruq, mərkəzi dövlət istiruq, nə cür bir dövlət istiruq? O hizblər anha باید به ملل و انسانها گزارش بدهند که تعریف آنها o hizblər, o əfrad ki, siyasidirlər, onlar gərək gələrlər millətə, deyərlər ki, biz nə istiruq? Ondan sonra nə deyərlər? Deyərlər ki, mənim haqq deyəndə, mənim haqqdan düşüncəm budur. Hüquq deyəndə mənim düşüncəm budur. Şəhərvəndə haqqları deyəndə ya vətəndaşlıq haqqları deyəndə mənim düşüncəmdə bunlardır. Müxalif haqqı deyəndə mənim düşüncəm budur. Düşmən deyəndə belə düşünürəm. Dost deyəndə belə düşünürəm. Rəqib deyəndə belə düşünürəm. Kürt deyəndə bunu düşünürəm. Fars deyəndə bunu düşünürəm. Türk deyəndə bunu düşünürəm. Ərəb deyəndə bunu düşünürəm. Erməni deyəndə bunu düşünürəm. Ermənistan deyəndə bunu düşünürəm. İşğal deyəndə bunu düşünürəm. Bunlar mən nələrini düşünürəm? Onları gərək deyək ki, mən azadlıqdan nə düşünürəm? Demokrasidən nə düşünürəm? Millət nə deməkdir mənim düşüncəmdə? Qovm nə deməkdir? Millətin nə haqqı var? Qovmun nə haqqı var? Hangisinin haqqı yoxdur? İnsan nədir? İnsanlıq nədir? İnsanlıq dini nədir? Dost nədir? Düşmən nədir? Şəhərvən nədir? Sərmayə nədir? Sərmayədar nədir? Kasıb nədir? Kasıblıq nədir? Fəqir nədir? Fəqir nədir? Dilənçilik nədir? Bunlara görə nə düşünürəm? Olmaz ki, sən deyəsən ki, mən istəyirəm bu məmləkətdə dövlət quram, amma bilmirəm dilənçilik nədir? Dilənçilər nə çəkirlər?
kasıblar nə çəkirlər, işi olmayanlar nə çəkirlər, əri olmayan uşaqlar, yetim uşaqlar nə çəkirlər. Onlar ki, canların satırlar, kolyələrin, böyrəklərin, gözlərin satırlar ki, bir pul əllərinə gəlsin, yaşasınlar. Onlar nə çəkirlər? Mən bunları bilmirəm. Onlar ki, məsələn, Şəmxani gedibdir, Palas nə bilmirəm ki, nə cür bir oteldir, bilmirəm. Oğlu evlənir, qızı evlənir, bilmirəm kim evlənir, bir yaxını evlənir. Milyardılar tümən orada pul xərcləyib. Milyardılar tümən. Milyardılar tümən. Və Allah bilir, məsələn, indi orada 50 dana, məsələn, ev veriblər damada ki, hərciyələr, məsələn, orası gəlir, onun adamları, məsələn, istəyirlər ki, Şəmxaniyə yaxınlaşır, çünki Şəmxani şirkəti nəft əlindədir, vizarəti filan əlindədir, filan yer əlində idi, filan bəhman, hər şeysi ola gəlir, oradan bir rant almaq üçün daha çox xidmət eləsin ona. Məsələn, mən bir dana ev verirəm, 4 təbəqə, Ləvizanda. Onun əvəzində sən, məsələn, mənə icazə verirsən, bir 200 dana, 100 dana kəşli nəft satın, məsələn, Çinə. Tamam, nə fərq edər? Məsələn, deyir ki, bizim bir türkçə məsəl var, deyir ki, qaz gələn yerdən toyuğu əsirgəmə. Yəni, bir toyuğu əgər aparacaqsan bir yerə ki, oradan bir qaz ala gələ bilər sənə. Məsələn, birinə məsələn, İranda bu rüqabətləri qoyublar, Avropada, Amerikada yoxdur. Məsələn, deyir ki, filankənin doğum günüdür, gedək onun doğum gününün şənliyinə. Tamam, mən ona bir saat alım, o bizə bir radyo televizyon alar. Yəni, hesab kitab edir. Niyə? Deyir ki, orada mən bu saatı versəm, o mənə məsələn bunun 10 qatı verəcəkdir. Çünki o bəndən pulludur məsələn. Ya əlində çox, bu rantıdır, yenə də rantıdır. Pəs bizim bunlar gərək, bu siyasi adamlar, siyasi təşkilat bizə güzariş verirlər ki, bu bizim nəzərimizdə, onun nəzərində yox. Mənim nəzərimdə, sənin nəzərində, onun nəzərində, hər kəsənin öz nəzərində olan önəmli sözləri o necə düşünür, qavramları necə düşünür, o haqqında siyasətləri nədir, bərnamələri nədir. Tamam, onu oxuduq gəldi. Aya anha bayed roşən bکنند ki, dərbari hüquq zana, xanımların, qadınların haqları üstündə nə düşünür? Mən İslamla müxalifəm. Tamam. Qanun indi orada İslamdır. Sən indi sabahları İran dövləti yıxıldı. Hər nə dəlildən dolayı İran dövləti yıxıldı. Sən də getdin ora, Pəhləvi. İslamla da müxalifsən, sekularsan. İranda qanunların hamısı İslam üstünədir. İndi bir dana ər-arvad savaşdı. Elə həman sən getdin, nərdivandan qoydun, təyyaradan yendin furqaha. Bir dana xanımla, bir dana kişi ər-arvad istəyirlər ayrılalar. Uşaqları var, cıqqılı. Evlərində biraz malları var. Neynəməlidirlər? Neynəyəcəksən? Bunu ya öldü biri. İrsi istəyirlər bölələr. Neynəyəcəksən? Qıza nəqət verəcəksən, oğlana nəqət, nə cür böləcəksən? Hangi dadı, hangi qanunla? Hər kəsin öz zehnini eləyə bilməz. Qanun lazımdır. Hər kəsin öz zehnini olsa, onlar gedəbəylik, dərəbəylik. Amma sən qanunun ən yaxçı, üzr istəyirəm, ən pis qanun qanunsuzluqdan 1000 pay yaxçıdır. Ən pis qanun qanunsuzluqdan 1000 pay yaxçıdır. Sən bizə decinən ki, əgər dövlət qurdun, uşaqlarla neynəyəcəksən? Uşaqlar uşaqlıq eləmirlər. Uşaqlıqlar yol aparırlar, xiyabanlarda diləndirirlər. Baxın, neynirsən buna sən? Niyə pul verirsən? Niyə buna sistem qoymursan ki, məsələn, bu uşaqlar ki, dilənirlər, bunları yığacağım, aparacağım, bir yerdə saxlayam, yemaqlarını, içmaqlarını verəm, dərs oxusunlar, bunlar da sabahları 2 saat, 3 saat olsunlar. O da bahis olacaq ki, mafiya, dilənçilik mafiyası eləyə bilməyəcək ki, xəlqin uşaqlarını oğurluya apara, kolyəsini çıxada, orasını çıxada, burasını çıxada, sonra da apara qolun kəsə, ayağın kəsə, apara diləndirə. İşsizlərə neynəyəcəksən? İş verəcəm. Hardan gətirəcəksən? Hardan? Bu pulu hardan gətirəcəksən ki, orada o iş verəsən? İşi gərək yaradasan. Yəni, iş elə bu gecə, dedək ki, aparıcının adamı 100 milyard pul ver. 100 milyard. Neynəyəcək? O adam getdi, neynəyəcəkdir? Hangi iş quracaqdır? O işin bazarı hardadır? İşi hardadır? Gücü hardadır? Məvadda hardan gələcək? Nəyi hardan gələcəkdir? Neçə gün, neçə ay çəkəcək gəlsin o iş? Qurulsun, iş olsun. Orada işləyənləri kim örgədəcək? Nə cür örgədəcək? Harada örgəşəcək?
Cür deyil, mən yaxud gələcəm orada pul xaricdən borc elərəm, verirəm. Tamam, borc elədin, verdin. Adamlar gedərlər ziyarətə. Adamlar gedərlər Məhciyə, Kərbəliyə, nə bilim, gedərlər Dubeyə, gedərlər İmarata, gedərlər dünyanı dolanmağa, gedərlər Estağfurullah Rəbbim. Onların ki, gəlirləri azdır, onları nə edəcəksən? Bir iddə insanlar var, məhriz olur, istəyər istəməz, təsadüf edir, əl-ayağını itirir. Bunları nə edəcəksən? Bunların xərcini nə cür verəcəksən? Bimaristanlara getmək olmur, döktürlərə getmək olmur, dava almaq olmur. Bunları nə edəcəksən? Mədrəsəni nə edəcəksən? Mədrəsədə hamı dövlət yazdığı, mərkəzi dövlət yazdığı kitab oxuyacaq, yoxsa hər müəllim özü eləyə bilər deyək ki, uşaqlara sizə mən bu dərsi verəcəm. Yayın ki, deyəcək, mən uşaqlara 15 yaşınızdan dərs oxumasın. Uşaqlar fərq keçsinə oynasınlar, onlara oyuncaq verəcək, orada fəqət bu oyuncaqların özləri bir şeylər düzətsinlər. Bu beyinləri düzətməğa getsin, yönəlsin. Çünki dünyanı əzbərləmək saxlamır, dünyanı düzətmək saxlır. Dünyanı vəsaili düzətmək saxlır. Tərrahlıq eləmək saxlır. Nəqqaşisini çəkmək saxlır. Ölçmək saxlır. Bunları öyrədəcəm uşaqlara. Yoxsa mən gətirəcəm deyəm ki, baba abdad. Uşaq da gecə günü 8 saat dərs oxuyacaqdı, bir shift. Gecə də 8 saat yazacaqdı, 2 shift. Uşaq 2 shift işləyəcək, bir shifti də yatacaqdı. Onu da bu cür yatacaq, səhər müəllimi vuracaq, danışan o birisi öyrəncilərin yanında utanacaq. Yəni, uşaqlara nə edəcəksən? Danışqahları nə edəcəksən? Radyo, televizyonların vəziyyəti necə olacaq? Ruznamələr, qazetələr, internet, filter. Bunlar necə olacaqdır? Bunların hamısı gərək bizə zehnilərində olmayacaq. Onlar bizə yazılı deyərlər, verərlər. Aya siyasetmedaran طرح و پیشنهادی روشن برای نوع حاکمیت آینده gələcək dövlət hakimiyyətə bir aydın, aşkar bir təklifləri var, bir yazıları var ki, biz nə cür bir hakimiyyət quracağıq? Gələcək dövlət nə cür olacaq? Sistemi idari, siyasi nə cür olacaqdır? Federal istəyirəm, konfederal istəyirəm, sosialist istəyirəm, marksist istəyirəm, leninist istəyirəm, maoist istəyirəm, liberalisti istəyirəm, liberalisti azad, liberalisti qarətgər, faşisti, şovinisti, hansını istəyirəm? Əfrad və əhzab tuxali həstən. Mənim nəzərimə, əgər bunları göstərməsələr, deməsələr, yəni ki, demirlər, yəni ki, bunlar içi boşdurlar, bunlar siyasəti bilmirlər. Bunlar fəqət istəyirlər ki, deyər, indiyəcən Xameneyi yiyibdir, onun adamları yiyib, indi biz gedək, bizim adamlarımız yesin. Dava budur. Yəni İranda dava indi feylən budur. Deyir ki, içəridə də budur. İslah tələblər, mühafizəkarlar, nə bilim, o hizbilərin hamısını ötürür. Hamısı iki qruqdur. Hafizə, 8 il Xatəmi dövlətində onlar yedilər. 8 ildə Əhmədi Necad yedi. 8 ildə filan kəs yedi. Bunların arasında deyir. Bizə də nə o bəcərsin? Bizdə səltənət tələbdir. Biz də gedək orada cumhur deyək ki, cumhuriyyə səltənəti Pəhləviyyə orada şey eləyək. Məsələn, biz də eləyək. Biz 8 ildə biz eləyək. Ya da deyir ki, yox, biz bunlar da deyir ki, yox, Pəhləvilər məsələn 50 neçə il yedilər, biz də indi hələ 44 il yemişik. Qoyun biz də bir 50 neçə il olaq, ondan sonra məsələn əl dəyişək. Yəni belə düşüncələr ola bilər. Aya siyasetmedaran əhdaf və bərnaməyi روشنی نسبت به əslən bunların gələcəyə görə روشن, aydın, şəffaf bərnamələri var, tərhləri var əllərində. نباید اجازه بدهیم که siyasetmedaran از بیان دیدگاه‌ها و ایدئولوژی‌هایشان تفریح بروند. Gərək biz icazə verməyək ki, siyasetmedarlar öz ideolojilərini gizlədələr. O gərək mənə deyir, mənim ideolojim nədir? Mən hansı ideoloji əsasında istəyirəm bu toplumu müdiriyyət eləyəm? Toplumu idarə eləyəm, dövlət quram, dövləti dəyişdirəm. باید رهبران احزاب و فعالان siyasi را در اتاقهای şişeyi nişan. Biz gərək bu siyasi adamları beləsi evdə qoymayaq ki, dövrəsi divarda görsənmir. Pərdəni də salır da orada görsənmir nədir. Qaranlıqda qoymayaq. Biz gərək siyasətləri, siyasetmedarları, hər kəs ki deyir mən siyasətçiyəm, gərək onları qoyaq şişə otağa. Hər tərəfdən baxsaq onları görək.
Onlar kimlə otururlar, necə otururlar, nə dururlar, münşiləri ilə, dəftərdarları ilə, qonşuları ilə, dostunun arvadı ilə, qızının yoldaşı ilə nə cür rəftar edirlər. Olmaz ki, yox, bizə nə rəbti vardır, xüsusidir. Yox, ağa, siyasi adam xüsusi olmaz. Siyasi adam ki, deyir, baxın, siyasi adam xüsusi ola bilər. Amma deyək ki, mən istəmirəm dövlət quram. Mən istəmirəm dövlət idarə eləyəm. Çünki biz, bu adam ki, fahişəçidir, bu adam ki, ixtilasçıdır, bu adam ki, rüşvətçidir, bu adam ki, oğrudur, bunu qoysun, oğru dövləti qurar, fahişə dövləti qurar, ixtilas dövləti qurar. Pəhləvini siz qoysunuz, o adam gəlib demir ki, mənim dədəm nə qədər, məsələn, pul çıxadıbdır, nə qədər xaricədə, karxanalarda, fabrikalarda pul yatırmışdı, banklarda pul yatırmışdı, burslarda pul yatırmışdı, şirkətlərdə pul yatırmışdı. Bunlar bəzisi öz adı idi, bəzisi o birilərinin adı idi. Bunlar hardadır, nə qədərdir, necədir? Niyə qeytərmirəm? Niyə bunların sahibi kimdir? Mən deyiləm ki, sən deyirsən. Sən dədən ayda deyək ki, məsələn o zaman alırdı, ayda 1 milyon tümən. Normal adamların hüququ deyək ki, 3000 tümənlidir, sənin dədəvində ayda hüququ 1 milyon tümənlidir. Tamam, baxaq görək ki, bir belə il hökm eləyibdir, nə qədər pul olar. Sən indi burada bayda aparıb, məsələn, milyardılar dolar filan karxananın səhmini alıbdır. Məsələn, yadıma gəlir, əgər iştibah eləməsəm, o zaman mən kiçik idim, amma yadıma gələn deyirəm. Məsələn, General Motors'un əsli səhmdarlarından biri də Pəhləvi idi, məsələn. Pəs, biz gərək siyasi adamları heç yerləri bizə, niyə deyirik şişə otaq? Mən Almana gedəndə dostlar, orada dostlar mənə apardılar Almanın şeyinə, parlamanına. Almanın parlamanı mənə çox əcib gəldi. Almanın parlamanının dövrəsi şüşədir, içi görsənir. Yəni hər tərəfdən baxırsınız, əvvələn dairədir, girdədir, top kimi. İkinci, hər tərəfdən baxırsa, adamlar yol yeriyəndə görsənir ki, adamlar geçirlər o üzbüzə. Danışırlar, görsənir. Simbolikdir. Təbii ki, mən orada nə geçir, onu görmürəm. Orada qabaqda oturanları bəlkə görmürəm. Amma simbolik olaraq mənə deyir ki, bax, burada şəffafdır. Burada roznamələr, radio, televizyonlar soruşacaqlar, bunlar da nəzərlərini deyəcəklər. Olmaz ki, deyə, mən İranda deyir, mən rəy verirəm, amma bilinməsin ki, mən kimə rəy verirəm, niyə rəy verirəm? Məclisi deyirəm, ha. Bir dənə layihə gətiriblər, istəyir ona rəy versin, deyir, mən buna rəy verirəm, amma əvvəl deyir, müxalifəm, elə ki, dövlət vəzir, məsələn, eşitdik da, o nümayəndə, haran nümayəndəsi idi, Türkçəməninki idi, haran ki, gəldi, dedi ki, rüşvət nə qədər almışsan, ya sənə nə qədər rüşvət eləyib, dedi, 300 milyard, 400 milyard, mənə pişnihad elədilər ki, fəqət çıx ki, radio, televizyonda denən ki, bu belə deyildi. O məclisə dedilər, ha, şasi bolənd maşın gəlibdir. Deyir, fəqət mənə dedilər, 300 milyard verərik sənə, 300 ta 400 milyard sənə pul verərik. Fəqət televizyondan çıxacaqsan, deyəcəksən ki, belə bir şey yoxdur. Məclisə, nümayəndələrə şasi bolənd dedikləri maşın yoxdur. SUV deyirlər də, SUV maşınlar yoxdur. Niyə? Çünki adam deyir ki, indiyəcə müxalifət edirdi, getdi, apardılar dalda, vəzir dedi, tamam, sən filan karxananın icazəsini verdik, ya filan yerdən get bir belə şey gətir, ya bir belə dolar verdik, bir 100.000 dolar töydük hesabı var. Tamam, getdik şeylə da, get rəy vericine qoy biz qalaq işit. Rəhbəran əhzab və siyasetmədən bayaq pasıqlı budən rayat bigirən. Biz dostlar, baxın, qutardı. Program bu günləri qutardım təqribən. Biz gərək bu adamlar ki, özlərin siyasi deyirlər. İnsafəli hidayət olsun, ya filan hizbin lideri olsun, ya filan kəs olsun. Fərq eləməz. Biz gərək bunlardan soru soruşaq. Hə, soru soruşmaq dostlar. İndi bunu bu anlamda deyil ki, biri burada gəlir, məndən soru soruşsun. Niyə bu anlamda deyil? Çünki mən bu adamı tanımıram. Əhsi yoxdur, adı yoxdur, şöhrəti yoxdur. O adam ora öz adı ilə gəlsin, öz əksi ilə gəlsin, mən öz adımımla, öz əksimlə. Mən tanıyım kimlə tərəfəm. Görün həddəqəl, və həddəqəl görün ki, bu adam kimdir? Erkəkdir, xanımdır. Ondan sonra görün ki, bu adam məsələn, nə qəddə mən bundan nə sətidə danışmalıyım? Savadsızdır, ondan bir cür danışmalıyım. Biraz savadlıdır, ondan biraz bir cür danışmalıyım. Ortada da bir cür indikilişimi danışmalıyım məsələn. Bu cür deyil ki, məsələn, elə deyək ki, yox, hər kəs
dursun məsələn desə, mən sən istəmirəm məni tanıyırsan, amma sən mənə sual cavab verməlisən. Sən məni tanırsan, mən səni tanımıram. Bir də bilmirəm ki, sən gələcəksən burada söyüş verəcəksən. Çünki gizlisən axı. Əhsin yox, adın yox. Sənə kimə deyək ki, bu adamı tanıyım, bu adam gəldi, əvəzin ki, soruşa söyüş verdi. Dünən bir nəfər canlı yayına gəlmişdi. Bəlkə 100 dəfə orada söyüş yazdı. Bəlkə 100 dəfə. Çünki adam öz adı ilə, öz əhsi ilə gəlmiş. Dedim də ki, gel adını dəyişdir. Adını yaz. Əhsi qoy ora. Gəlin mən səndən istəyirəm münazir edeyim. Gəl münazir eləyək. Əsən burada da münazir eləməyək. Sən özünü otağa işləyən ya bir ayrı adamı təvət eləcəkən paniranistlər əslən olsun. Gəl denən, gəl burada denən insaf gəl burada bəhs eləyək. Münazir eləyək. Ya gəl filan kəslə münazir elə. Mənim özümdən yox, filan kəslə münazir elə. Tamam. Ya amma bu şərtlə ki, tanınasan kimlə. Mən bilim ki, bu adam gəlib tohin eləməyəcəkdir. Bu adam gəlib də ihanət eləməyəcəkdir. Bu adam dostlardan elə bir 2 nəfər deyib ki, görək dünən olmadı. Yenə Hakan bəy, vallahi burada bir irat var. Ya mən başarmıram. Çünki burada yazıbdır, siz bir şey göndərmişsiniz, mən də bunu accept eləyəm. İngiliscə accept yazıbdır. Abbasi adında bir dostumuz KSJSFFJFJ SDJFJ. Mən nə bilim bu ad nədir məsələn? Bu kimdir? Tamam, mən ya Hakan bəy gələ orada bir əks görsənir. Azdan çoxdan adam deyir ki, bu bir Azərbaycancıdır, türkçüdür. Belə bir şey görsənir. Amma bu Abbasi bəlkə adı da o cür yazıbdır, altında yazıb Abbasi bu kimdir? Nə cür bir adamdır? Əslən bunun əksi olsa, adı olsa, şöhrəti olsa, gələr burada yaman desə, adam bilər ki, filan kəs yaman dedi. Gələn səri qabağını alar. Millət də tanıyır, bu adam yaman dedi, tohin elədi. Dostlar, hər halda mən çalışdım, indi yenə də vururam, bu da 1, bu da 2, bu da 3, bu da 4. Yox, olmur. Təəssüfənə almır, bilmirəm niyə, olmur. O da o, sual soruşmağın da haqqında bir dəfə danışmışıq. Oğuz bəy cənablarının, Oğuz Türk cənablarının programında, Güney Azərbaycandan baxış proqramında bunu danışmışıq. Ki, necə sual soruşarlar? Hörmətlə, ədəblə. Mən cənabımızın qabağına çox təmiz çıxmağa, rəsmi çıxmağa, fikrimi ortaya qoymağa çıxıram, danışıram. Eynən sizlərdə də bu intizar var ki, o zaman ki, gəlirsin live-a, tərköynəyin gəlməyəsən. Siqar çəkməyəsən. Adam siqar çəkir, gəlib də o birisinə də deyir ki, məsələn, elədir, belədir. Yox, ağa. Sən bunu nəzərdə tutacaqsın ki, mən bir dənə siyasi adamın yanına geçsəm, məsələn, hər kəsin, ustandarın yanına, fərmandarın, imam cümənin yanına, nümayəndənin yanına, gedəndə siqar çəkirsən, gedəndə tərköynə ilə gedirsən. Niyə İnsaf Əlinin yanına gələndə deyirsən, çünki bu öz-üzdəndir, gərək əzəz gətirəsənə şayə. Yox. Elə İnsaf Əli Hidayəti də, o birisi Azərbaycanlını da, hər kəsi də bir dənə rəsmi adam kimi görəcəksən. Rəsmi adamdırlar, sən də bunları rəsmi yanına gedəcəksən. Sən o zaman ki, tərköynəyin gəlirsən, yerdə uzanmışsan, ayaqları uzatmışsan, divar yuxarı, telefonu da beləsi tutmuşsan, üstdən aşağı özüvə, mən səndən sorum var. Yox, olmaz dostum. O soruya cavab verilməz. Bir dənə gözəl bir şey oxumuşam neçə gündür. Deyir ki, heç vaxt doğuzlarla güləşməyin. Doğuzlar çox sevinərlər siz doğuzla güləşəsiniz. Çünki onların siz poxuna bulaşacaqsınız, onlar ləzzət aparacaqlar. Onların işi poxa bulaşmaqdır. Siz ona bulaşacaqsınız, siz batacaqsınız, amma o ləzzət aparacaq. Onun üçün biz heç kəsi doğuz görmürük. Amma bilirik ki, bir də doğuzlar var. Bu doğuzlarla güləşmək istəmirik. Çünki istəmirik ki, onlar bizi çəkələr özlərinin səthinə, biz də gələ qoruq. Yox, biz istəyirik insanları çəkək üstə. Biz istəyirik deyək ki, ağa, oracan ki, mümkündür, rəsmiləş, rəsmi ol, özünə hörmət qail ol, özgələrə də hörmət qail ol, ədəblə, mərifətlə, ərkanla, qışqırmadan, bağırmadan, siqar çəkmədən, tumancaq olmadan soruları gətir, qoy ortaya. Tamam, gözünüz üstə.
İnsaf Əli Hidayət bəlli bir adam, bəlli adamla danışacaq. Bəlli olmayan adamla danışmayacaq. Heç kəs danışmaz. Yəni nəkər adamla danışmazlar. Çünki nəkər adam gəlir tohin edir. Və biz istəmirik bizim müxatəblərimiz, indi burada bu video 100 il bundan sonra da mümkündür bu videonu eşidələr. İstəmirik biri gələ orada 100 il bundan sonra oradan eşidə ki, bir nəfər bu cür bir pis söz ağzından çıxdı. O həm bizə tohindir, həm o 100 ildən sonra qulaq asana da tohindir, indi burada olanlara da tohindir. Çünki siz hər tohini ki işlədirsiniz, ya mən işlədirəm, bu tohin bu otaqda olur. Bu hər kəs eşidir, o eşitdi bunu, qutuldu getdi də, ona tohindir. Bunun üçün biz siyasi olmalıyıq. Siyasətin də qaydələri vardır, yolları vardır. Adamlar xanımısı ilə qonağı gələndə evdə nə cür geyinir? Bu otağa da qonaq gəlirsiniz, ya mən də sizə qonaq gəlirəm, ya siz mənə qonaq gəlirsiniz. Təbii ki, rəsmi olmalıyıq. Bir-birimizə hörmət göstərməliyik. Hətta farslardan çox, özgələrdən çox. Çünki biz bir-birimizi göyə aparmalıyıq. Bir-birimizi dünyanın ən yaxşı insanı tanıtdırmalıyıq və tanımalıyıq. Bir-birimizə tohin eləməməliyik. Təbii ki, insanlar bir-birinə dedim, əvvəldə dedim, Həsənlə Hüseynin fikri, iştibah bir-birinə çatışmamazlığa girər, okeydir. Yolları da girər. Çünki siyasət əslən bundan ötürdür. Siyasət bundan ötürür. Bir yer urmu gölünə yığışaq, bir yer yığışmaz. Onlar siyasət. Hərəsi bir cür düşünür. Bunu da sən onda demək olmaz, milli hərəkəti böldün. Niyə böldün? Milli hərəkət 2 nəfər adama, 2 dənə hizbə bağlı deyil ki. Heç kəsin balası deyil bax. Yəni heç bir də ki, biri deyir, sən milli hərəkəti böldün. Yəni mən milli hərəkətin sahibiyəm, milli hərəkət təşxis verirəm ki, sən bölürsən. Sən hələ özün bir bax görcündən özünü hələ idarə edə bilirsən. Milli hərəkətin sahibi yoxdur. Hər kəs milli hərəkətin sahibidir öz yerində. Yəni nəinki məsələn deyim, mən deyim, milli hərəkət mənimdir. Filan kəs də deyir, mən milli hərəkətin lideriyəm. Hani yazın, hani şeyin, sən bir fikir qoy ortaya, millət cığılsın səni dövrəvə, bir şey elə. Məsələn, sən bir deyir ki, hər kəs iddia edir ha. Çünki məsələn, mən milli hərəkətin lideriyəm. Ondan mən bir 500 dana sual soruşum. Ondan bir 500 dana məqalə istəyim bu haqda. Deyim, məqalələrimi verəcək, sən demokrasini nə cür düşünürsən? Sən müstəqil Azərbaycanı nə cür düşünürsən? Sən filan şeyi nə cür düşünürsən? Əvvəl bir də oturuşaq, bir fəlsəfi hətta bir danışaq, bir düşüncə həddində danışaq. Ondan sonra deyək ki, tamam, sizdə bu ləyaqət vardır, lider olasınız. Millət sizi qəbul eləsələr, lider olarsınız. Dünyanın heç yerində illa ki, beyni yıxanmış millətlərdə ki, dedim, Xumeynini rəhbər elədi. Hindistanda rəhbər çıxmadı, Qandi rəhbərlər idi. Qandi cibhənin sözcüsü idi. Qandi cibhənin, bir dənə cibhə düzəldi, 10-15 dənə partidən, siyasi parti, silahlı partilərdən bir cibhə düzəldi. İndi mən adı yadımda, fikrim Hindistan Azadlıq cibhəsi. O cibhənin başında Mahatma Qandini qoydular, Qandini qoydular. Niyə Qandini qoydular? Mühəndis Qandini. Niyə qoydular? Çünki o İngilistanda dərs oxumuşdu, dədəsi də fərmandar idi. Həm burada İngilislərin fərmandarı idi, fərmandarın oğlu həm də gedib orada dərs oxuyubdu. Orada da Buckingham'a, Mələkənin kaxına gedib gəlibdi, yaxınlaşıbdı, adamları tanıyır. Məclisə gedibdi, filan olubdu, bəhman olubdu. Tamam, bu biraz İngilisiz də yaxçıdır, biraz da kilası yaxçıdır. Qoyaq bu getsin, orada danışsın. Gördünüz də ki, elə Hindistan düzələn kimi də bölündü, Pakistan ayrıldı, Bangladeş ayrıldı. Amma o hizblər yığışmışdılar, cibhə qurmuşdular. Onların qarşısında da hizblər var, çoxlu hizbi var. Yəni o zaman Hindistanda bu ki bizim beynimizi yıxıblar. Biz deyirik bəlkə də Hindistanda Qandi gəldi. Qandinin 15-16 hizbin rəisi şeyidi, sözcüsü idi başda. Hizblərin rəisi yığışmışlar ora. Hətta filmlərdə o bir dənə Qandiyə görə film düzəlib. Ona baxsaz görərsiniz məsələn hey cələsə qururlar, hey gedirlər, hey danışırlar hizblər bir-birləri ilə. Nehrudu, nə bilim Pakistanlı adları yadlarımda deyil, yadımda deyil, ona görə hamma şey eləmirik. Bunun üçün biz milli hərəkətin sahibi özümüzü göstərmərik. Azərbaycan lideri əslən göstərə bilmərik. Çünki onda mən də deyərəm, mən də liderəm. Niyə mənim məsələn Həsəndən nəyim əskikdir? Hüseyn deyər, mən də İnsaf Əlidən nəyim əskikdir? O birisi deyər Qasımdan nəyəcə? Hamı liderdir. Yox.
Partilər olar, siyasilər olar, müstəqil siyasilər, partilər. Bunlar gəlirlər, danışarlar, siyasətlərini qoyarlar ortaya, insanlar bunları tanıyarlar. Məsələn, filan kəs deyir, mənim bayrağım var. Bu kimin bayrağıdır? Hizbin bayrağıdır, yoxsa millətin bayrağıdır? Bunu gərək bəlli edək. Geçici dövlət yoxdur. Sən geçici hərəkət nə deyirsən yəni? Burada hər hizbin özünün bayrağı var. Hər karxananın, hər şirkətin, hər bonqahın, hər dükkanın bayrağı ola bilər. Nə deyirəm? Mən bu bərnamə kələmə sizinlə danışam, bunun bayrağı ola bilər. Mən bir dənə bir şey yazmışam, bayraq kimi eləyəcəyəm bəlkə. Buna bu bayraq kimi. Bu bərnamənin özünün bir armı var, yəni bayrağı var. Düşüncə bağının bir bəlkə pərçəmini də düzəltdim, gətirdim, qoydum, düşüncə bağı. Otağının, düşüncə bağı otağının bir şey olacaqdır. Bu anlamda deyil, o Azərbaycan ya geçici Azərbaycan ya milli hərəkətin bayrağıdır. Belə bir şey yoxdur. Bunun üçün dostlar, biz bunları ciddi görməliyik. Tamam. Hər kəs hər öz partisindən istəməlidir ki, geçsin, sorulara cavab versin. Çünki gizlində olan şuarla olmaz. Şuarla olmaz. Ay mən filanam, ay mən bunlarla olmaz. Gələcəksən, oturacaqsan, sorulara cavab verəcəksən, yazı gətirəcəksən, qoyacaqsan ortaya, insanlar səni oxuyacaqlar, biləcəklər, nəqd eləyəcəklər, görəcəklər ki, sənlə Həsənin nə fərqi var? Sənlə Həsənin arasında, sən Həsən, Hüseyin, Qazım, Kasım, Nəği, Təği, Əmir, bunların arasında sizin nə fərqiniz var? Mən bunların hansısı mənim düşüncəmə yaxındır, mənim mənafeyimi daha çox təzmin edir, təyin edir, çıxarımı qorur. Ondan sonra mən onun dalısına düşərəm. Ya ona yaxınlaşaram. Yoxsa məsələn mən filanı da tanımıram, heç bilmirəm. Məsələn, hə tamam, filan kəs filan yaxşı şuarlar verdi, yaxşı səsi var, yaxşı heykəli var, yaxşı giyinir. Bu ayrı bir şey. Amma mənim zindiciliyim onun yaxşı giyinmağına, yoğun səsinə, uca boyuna, qısa boyuna, keçəl başına deyil. Mənim gələcəyim, özümün, evlatlarımın, nəvələrimin, nəticələrimin yaşına, onların bərnamələrinədir, onların armanlarına, ideallarına, düşüncələrinədir. Nə düşüncən var? O düşüncəni nə cür icra eləyəcəksən? Nə cür o düşüncəyə aparacaqsan toplumu? Yoxsa toplum içəridə farslar bir iştibah edir, toplum qalxır ayağa, sən buradan ittilaya ver. Tamam, onu dədəm deyirlər. Mənim dədəm ki, savadı yoxdur, siyasəti də bilmir, o da bunu elər. Bir şey deyil ki, millət ayağa qalxandan sonra mən də buradan deyim, ha, durun gedək bazar ağzına, durun gedək filan yerə, Kəlibər sən niyə durmuşsan, sən də qalx ki, xoy sən də qalx ki, olmadı ki o. O siyasət deyil. Siyasət odur ki, öncədən proqramın ola, millətə deyəsən ki, biz bu cür aparacağıq. Mən bunu neçə dəfə eləmirəm, bizim hərəkatımız feylən infialdır. Yəni, İran dövləti, farslar, panfarslar, pan-İranistlər, şovinistlər, faşistlər bir iştibahlar eləyirlər. O iştibahlardan biz faydalanırıq. Yoxsa biz ibtixar əlimizdə deyil ki, yox biz əlan bir işi görürük, İran dövləti onun qabağında qalır, aciz qalır neynəsin, ya bilmir neynəsin. Məsələn, biz bilmirik ki, Zənc zindigi azadidə niyə qoşulmadıq? Qoşulduq, nələr əldə verdik, qoşulmadıq, nələr əldə verdik? Əcəba qoşulsaydıq, İran yıxılsaydı, məsələn, sual ha. Əcəba qoşulsaydıq, İran dövləti eləyə bilməsəydi bu millətləri, ərəblər, bəluçlar, farslar qalxmışdı, kürdlər də qalxmışdılar. Məsələn, biz də qalxsaydıq, İran dövləti eləyə bilməsəydi, hamını yıxsın, İran dövləti yıxılsaydı bizə nəzər elə olardı. Onlar ki, dedilər qoşulmayaq, onlar xidmət elədilər, onlar ki, dedilər qoşulaq. Hər halda biz indi uduzmuşuq, yəni İran dövləti yıxılmadı. Və mən bugün bir yazı gördüm, təşəkkür də eləyiblər. Bilirsiniz ki, Xameneyi də təşəkkür elədi, təşəkkür elədi, Rəis Cumhur da, İranın Rəis Cumhuru da təşəkkür elədi Azərbaycanlardan, türklərdən ki, sağ olsunlar, çıxmadılar eşiyə, çünki çıxsaydılar eşiyə, İranın hər yerində zəlzələ düşərdi, çıxardılar eşiyə, biz də eləyə bilməzdik, kontrol eləyək, amma bunlar çıxmadığı üçün çox yerdə də insanlar çıxmadılar, türklər bizim yanımızda durdular, sağ olsunlar. Bu da bir təhlildir, mən bir təhlil də qoydum ortaya, Xameneyi də təhlilini elədi, təşəkkürünü elədi. Sizin də kimin tərəfində durursunuz? Yəni, millətə niyə gedirdirsən bunun, sən də, mənim nəzərim belədir. Demə, milli hərəkətin nəzəri belədir. Milli hərəkət belə düşünür ki, qoltuğuna qarpız verir türkün ki, məsələn, sabahları yenə hərəkət olsa çıxmaq yabana. Bu yazını oxudum. Adam yazıbdır, milli hərəkət adına yazıb ki, ağa, biz gələcəkdə də belə ayıq olmalıyıq, tora düşməməliyik. Çünki tora düşsək biz şey olarıq.
Bizi oynadarlar. Biz farsların yanında olmadıq. Kürdlərin yanında, farsların yanında olmadıq. Çünki onlar yaratmışlar. Güya ki onlar yaratsalar, yıxılsa dövlət, məsələn biz dövlətimizi quramarlar. Salamlar, saygılar dostlar, var olasınız. Sayın hədəli. Çox sağ olun əziz və hörmətli dostlar. Təşəkkür edirəm. Dostlar, fikir edirəm ki, mən 1 saatdan çox danışmışam. Bilmirəm nə vaxt gəldim, baxmadım saata, amma fikrim 3 yarımdır. Hər halda fikrim 1 saat yarım danışmışam. Təşəkkür edirəm, var olasınız, sağ olasınız. Bir ayrı gündə vaxt eləyəndə gələcəyəm xidmətinizə. Sağ olun, sağ qalın. Görüşmək üzrə.